Salam dostlar. Bugün sizinle mizah videoları necə paylaşılır, necə düzəldilir, onu öyrədəcəm. Birçoğunuz mənə yazırsınız ki, mizah videolarını necə yaradırsan və bildiyiniz kimi mizah videolarına baxış çox gəlir. O biri videolara baxanda. Deməli, bildiyiniz kimi daxil oluruq bura. Sonra bura. Sonra buradan arxa fon ağ olması üçün birinci növbədə bir dənə ağ, belə desək, şəkil seçirsiniz. İndi məndə ağ şəkil olmadığı üçün buranı yaxınlaşdırıb arxa fonu ağ edəcəm. Arxa fonu ağ etdikdən sonra gəlirik aşağı. Bura üstünə yerləşdirmə düyməsinə tapırıq və basırıq. Və burada seçdiyimiz bir video, məsələn, bunu kəsib düzəldirik uyğun. Və kiçildirik. Və lazım ola yerləşdiririk. Burada ikinci şəkil olsun, video olsun, fərqi yoxdur. Burada seçirik. Və videonun düz olmasının əmin olmaqdansa yuxarı edib baxırıq ki, sıfırdır. Demək ki, düzdür. Sonra deməli, şəkil uzadırıq video qədər. Aha.